Elçibəyin əsas vəzifəsi ondan ibarət idi ki, Heydər Əliyevin gəlməsi üçün şərait yaratsın. Həm İran, Türkiyə və digər ölkələr qorxusun ki, burada rəqabət yoxdur. Ondan başqa heç kim ortada ola bilməz və burada ondan ağıllı heç kim yoxdur. Əslində isə məsəl üçün Ayaz Mütəllimov və digərləri Azərbaycanda digər çox gözəl və savadlı insanlar var idi. Bu tamamilə yanlış fikirdir ki, güya Əliyev yeganə təcrübəli və ağıllı adam idi, dünya siyasətindən biliyi olan adam idi. Və Rusiyanın Azərbaycandakı casusları da bu prosesi uğurla dəstəklədilər. Və bununla da Heydər Əliyev hakimiyyətə gətirildi və əhali arasında legitimlik qazana bildi. Bax, bu çox önəmli məsələdir. Nəyə görə? Çünki əhali artıq düşünməyə başladı ki,